Yaradılış 13-cü fəsil. Lutun İbramdan ayrılması. İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut da ondan idi. İbram çox varlandı. Onun çoxlu sürüsü və qızıl gümüş oldu. Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər Bet-Ellə A şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi. İbram ilk vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbin adını çağırdı. İbramla birlikdə olan Lutun da qoyun keçisi, mal-qarası və çadırları var idi. Birlikdə yaşamaq üçün yer onlara darlıq eləyirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər. İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı. İbram Luta dedi, qoy mənlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın. Çünki biz qohumuq. Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyim. Sən sağa getsən, mən sola gedəcəyim. Lut başını qaldırıb Yordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Suara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv eləməmişdi. Lut özünə Yordan çayının kənarındakı düzənliyi seçdi. O şərqə tərəf hərəkət elədi. Beləcə onlar bir-birindən ayrıldı. İbram Kənan torpağında qaldı. Lutsa düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu. Sodomun əhalisi çox pozğun idi. Rəbbə qarşı çoxlu günah eləyirdi. Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi, başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax. Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm. Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər. Qalx bu torpağı uzununa və eninə dolaş, çünki mən onu sənə verirəm. İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi.